Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə kvadrat köklər və həqiqi üslü qüvvət mövzusuna baxacağıq. Əvvəlcə kökün nə olduğunu izah eləmək istəyirəm. Deməli, buna bu cür tərif verilir ki, n-ci dərəcədən qüvvəti a-ya bərabər olan ədədə a-nın n-ci dərəcədən kökü deyilir. Tərif bu şəkildədir. Bəs bu nə deməkdir? Tutalım ki, müəyyən bir x ədədi verilmiş olsun və bu x ədədinin n-ci dərəcədən qüvvəti bərabər olsun a-ya. Bu zaman n-ci dərəcədən kök altda a bərabərdir x ədədi olmuş olacaq. Və biz burada x ədədinə a-nın n-ci dərəcədən kökü deyirik. Burada n böyük bərabərdir 2 olmalıdır. Yəni 2-dən böyük və yaxud da 2-yə bərabər olan natural qiymətləri ala bilər. Və burada əgər bizim n ədədimiz daxil olarsa 2-nə, yəni n-imiz cüt ədəd olarsa, bu zaman a böyük bərabər 0 olmalıdır. Yəni 4-cü dərəcədən kök altda a-dırsa əgər a müsbət bir ədəd olmalıdır və yaxud da 0 olarsa 0-ın özünə bərabər kök almış olacaq. Gəlin xassələr haqqında biraz danışaq. N-ci dərəcədən qüvvətin müəyyən xassələri var. Nədir bunlar? Bu şəkildə əgər n-ci dərəcədən kökün altında x üstü n verilərsə və bizim n-imiz cüt ədəd olarsa, bu zaman bu n-lər ixtisar olub gedəcək. Cavabımız modulda x olacaq. Yəni, nümunə olaraq 4-cü dərəcədən kök altda mənfi 16-nın üstü n olarsa, modulda mənfi 16, cavab isə müsbət 16 şəklində çıxmış olacaq. Bizim cavabımız da elə bu müsbət 16 olacaq. Əgər kökün altındakı ifadə mənfi olarsa və onun qüvvəti ilə dərəcəsi tək ədəd olarsa, qüvvətlə dərəcə, yəni kökün dərəcəsi ilə ədədin üstündəki dərəcə ixtisar olub gedəcək və cavab kökün altındakı ədədin elə özü olacaq. Amma əgər cüt ədəd olarsa, bu zaman ifadəmiz müsbət bir şəkildə və yaxud da dəyişəndirsə modul daxilində çıxmalıdır. İkinci bir xassə ondan ibarətdir ki, əgər bu şəkildə n-ci dərəcədən x üstü n verilərsə, biz bunu qüvvət olaraq x ədədinin qüvvəti şəklində x-in üzəri n-də m kimi yaza bilərik. Bu zaman bizim a ədədimizin, yəni x ədədimizin üzərinə müəyyən şərt düşür və bu şərtdə a-nın 0-dan böyük və yaxud da bərabər olmasıdır. Yəni, bu kökün altındakı ifadə bu formada yazırıqsa, hər zaman 0-dan böyük bərabər olmalıdır. Qeyd kimi bunu da verim ki, əgər bu formada 3-cü dərəcədən kök altda x çıxılsın 7 şəklində ifadə verilibsə, burada biz heç bir şərt qoymuruq. Yəni, heç bir şərt yazmağa ehtiyac yoxdur. Amma əgər x minus 7-nin üzərində 3-də 1 verilibsə, bu zaman x minus 7 böyük bərabərdir 0 şərtinə tabe olmalıdır. Biz bu ifadəni də bu formada yaza bilərik. Bir-birlərinə oxşardılar. Yuxarıda qeyd etmişdim. Amma dediyim kimi tapşırıqda bu formada verilibsə, heç bir şərt daxil etmədən olduğu kimi yaza bilərik. Yəni hesablamalarımızı aparıb çıxara bilərik. Amma əgər bu formada verilibsə, bu zaman x minus 7-nin 0-dan böyük bərabər olması şərtini biz gözləmək məcburiyyətindəyik. Əgər bu ifadəmiz məxrəcdə olarsa, bir saniyə. Yəni, bu formada 1 bölünsün, x minus 3-ün üzəri deyəlim ki, 3-də 1 olsun. Bu zaman x minus 3-ə biz böyükdür 0 şərtini verəcəyik. Bu səfər böyükdür, bərabərdir 0 yaza bilmərik. Əgər böyükdür, bərabərdir 0 yazası olsaq, 1 bölünsün 0 şəklində ifadə alınır və biz bilirik ki, 0-a bölmə yoxdur. Daha sonra 3-cü xassəmizi qeyd eləyək. Deməli, həm üstü, həm də ki qüvvət, yəni həm kökün, həm də ki kök altındakı ədədin dərəcəsini biz eyni bir ədədə vura və yaxud da bölə bilərik. Tutalım ki, x verilsin, bu da m olsun. Bu formada a, n
x üstü am şəklində yaza bilərik. Yəni bu tamamilə bu bərabərlik tamamilə doğrudur. Bəs bu bizə harda lazım olacaq, necə lazım olacaq? Bəzi müqayisə misalları görmüsüz, testlərdə də qarşınıza çıxıb. Tutalım ki, bizə verilsin kök altında 3 və 3-cü dərəcədən kök altında 5 ifadəsini müqayisə eləmək istəsin. Bu zaman biz bu ifadəni belə olduğu kimi kökün altında yəni müqayisə eləyə bilmirik. Bunları nə etməliyik? Köklərin dərəcələrini bərabərləşdirməliyik. Necə? Köklərə ortaq məxrəc taparaqdan. Bura bilirik ki, 2-dir, sadəcə olaraq yazılmır. Mən 2 ilə 3-ə əkob olaraq A-nı 6-nı göstərə bilərəm. Tutalım ki, bu olsun 6-cı dərəcədən. Bu bayaq 2 olduğuna görə deməli 3-ə vurulub. Bu zaman 3-ün qüvvətini tapacağam. Yəni 3-ün 3-cü dərəcədən qüvvəti. Olacaq 27. Bura yenə 6-cı dərəcədən olacaq və bu səfər 2-yə vurduğum üçün mən 5-in üzərini də 2-yə vuracağam. Hal-hazırda 1 olduğuna görə görünmür. Bu səfər biz 5-in kvadratını tapmaq məcburiyyətindəyik. 5-in kvadratı da eləyəcək 25. Baxın, buradan artıq müqayisəmiz asanlıqla göz önündə oldu. Yəni, dərəcələr eynidirsə, kökün altındakı hansı ifadə böyükdürsə, o böyük olmuş olacaq. Burada da bizə belə bir köməyi dəyir bu xassənin. Eyni şey bölmək üçün də doğrudurmu? Bəli, doğrudur. Məsələn, olsa 12-ci dərəcədən kökün altında 8, 6-cı dərəcədən kökün altında 3 deyəlim. Bu zaman nə edəcəm? 12-ni, hətta bunu 8 deyil, 16 yazmaq istəyirəm. Daha aydın görünsün. İndi yazdıqca görəcəksiniz niyə bu cür yazdığımı. 12-ci dərəcədən kök altında 2 üstü 4 yaza bilərəm bunu. Baxın bu formada. Mən 12-ni 6-ya gətirə bildiyim üçün buranı da 2-yə böləcəm. 4-ü də 2-yə böləcəm. Bu səfər olacaq 6-cı dərəcədən kök altda 2-nin kvadratı. Yəni 6-cı dərəcədən kökün altında 4. Baxın, artıq asanlıqla müqayisə eləyə bilərəm. 6-cı dərəcədən kök 3 ilə 6-cı dərəcədən kök 4-ü müqayisə eləmək lazımdır. 4 daha böyük olduğu üçün bu ifadədə də 4-cü dərəcədən, yəni 6-cı dərəcədən kök daha böyük olmuş olacaq. Bundan əlavə olaraq qarşımıza bizim çıxa bilər nə tipli şeylər, elə buna da gəlin 4-cü xassə deyək və qeyd edək. Deməli, bizim misallarda çox qarşılaşdığımız belə bir şey var. Bu formada uşaqlar bəzən çaşır qalırlar, düşünürlər ki, mən bu B-ni hara əlavə eləməliyəm? B qüvvət olduğu üçün heç düşünmədən gəlib qüvvətə əlavə eləyəcəm. Yəni, bu formada bilirik ki, vurmadır. Bunu daha əvvəlki mövzuda qeyd eləmişdim. Məsələn, x üstü m üstü b-ni x üstü mb şəklində necə yazırdıqsa, bu da yenə eyni qayda ilə sadəcə bu səfər kökün altında, n-ci dərəcədən kökün altında x üstü mb yazacaqsınız. Bu da bu formada. Bundan əlavə olaraq qeyd eləmək istəyirəm nəyi? Elə bu xassədən çıxarmış bir xassə kimi. Tutalım ki, verilib n-ci dərəcədən kök, bir də m-ci dərəcədən kök x. Baxın, bu zaman artıq m ilə n-i vuracağıq. Olacaq, sadəcə bir kök çəkirəm, m vurulsun n-ci dərəcədən kök x. Bu da bu formada olacaq. Bundan əlavə belə bir xassəmiz daha var. N, x vurulsun, deyəlim ki, n, y. Baxın, bu yuxarıdakına oxşuyur, amma yuxarıdakından tamamilə fərqlidir. Bu səfər n-ci dərəcədən kök qalır, sadəcə bir kökün altında. Baxın, bu dərəcələr bərabərdir deyə mən bu ikisini eyni kökün altında yaza bilərəm. N-ci dərəcədən kök altda x, y şəklində yazmış ola bilərəm. Məsələn, kök altında 2 vurulsun, kök altında 3 olarsa, biz bunu kök altında 6 şəklində yazıb saxlaya bilərik. İndi misal bizdən nəyi tələb eləyir? Ona uyğun da forma almış olacaq, hesablamalarımızı ona uyğun aparmış olacaq. Bölmədə yenə eyni qayda ilədir. Məsələn, n-ci dərəcədən kök 6x bölünsün n-ci dərəcədən kök y bu formada. Sadəcə bir kök də yazıram, n-ci dərəcədən kök x bölünsün y formasında yazıb saxlayarıq. Nümunə olaraq da 5-ci dərəcədən kökün altında 4 bölünsün 5-ci dərəcədən kökün altında 7 yazıram.
olacaq 5-ci dərəcədən kök 4 bölünsün 7. İndi bu misalımızın şərtinə uyğun dediyim kimi forma alacaq. Ona uyğun dəyişikliklər eləyəcəyik, amma xassəmiz budur. Əgər qarşımıza çıxarsa, belə bir şeyə ehtiyac olarsa, heç tərəddüd eləmədən asanlıqla yaza bilərsiniz. Bundan əlavə bizim qarşımıza çıxa biləcək olan bir-iki şey daha qeyd eləmək istəyirəm. Hər dəqiqə çıxmır, amma yenə də yazmaq istəyirəm. Ona gəlməmişdən əvvəl bir saniyə bu xassəni qeyd edeyim. Tutalım ki, bu formada n, y şəklində var. Bizə burada buna vurğun kök işarəsi altına daxil edilməsi və ya da vurğun kök işarəsi altına salınması kimi şərtlər verərək istəyir. Başlarda sadəcə olaraq daxil eləmək, daha sonra isə bunu daxil eləmək gərəkli misallar, məsələlər gələcək. Deməli, bunu necə eləyirik? Baxın, bu formada bu, deməli, x üstü n imiş ki, n'lər gedib x olduğu kimi çıxıb asanlıqla. Ona görə yazacağım x üstü n vurulsun y şəklində bir ifadə. Əgər ki, belə bir şey olsun deyəlim, buna da elə 9-cu xassə deyim. N'inci dərəcədən x üstü n y varsa, yenə yuxarıdakının tərsi olaraq x çıxacaq. N'inci dərəcədən y isə kökün altında qalacaq. Yenə birinci xassədə dediyim şərtləri göz önündə bulunduraraqdan lazımi işarələmələr, məsələn, modul lazımdırsa bunu yazmaq lazımdır. N məsələn cüt ədəddirsə və x -1 ədəddirsə bu formada, bu zaman modul daxilində çıxacaq. Yəni indi mənfi verməzlər. Mənfi x şəklində olmur da, yəni. Bu formada yazın. Yəni, əgər x mənfidirsə, bunu bu şəkildə göstərmirlər. Sadəcə olaraq şərt qoyuruq ki, x kiçikdir 0, bunu sadələşdir. Bu zaman olur. Əgər kök daxilində n-ci dərəcədən kök altı mənfi x üstü n varsa, yanlarında da deyəlim ki, y-dir. Bu zaman yəni x müsbət olur. Bu şərt daxilində yuxarıda qeyd elədiyim çaşdırmasın. Orada bir qarışıqlıq oldu. Deməli, burada bizim x-imiz müsbət ədəddir. Ola bilər ki, x-imiz müsbət ədəddir. Qarşısına mənfi yazmışıq. Bu zaman elə x-in olduğu kimi çıxacaq. N-ci dərəcədən kök y qalacaq. Əgər x mənfi bir ədəddirsə, 2 mənfi arxa-arxaya gəlib, onsuz da, yəni bu mənfi 1 vurulsun 1 şəklində mənfi 1 vurulsun mənfi x şəklində bir ifadədirsə, o zaman bura onsuz da müsbət olacaq və x olduğu kimi çıxacaq. Bundan əlavə qeyd eləmək istədiyim ki, xassə bayaq hansı idi onu deyim. Amma bu mənfi məsələsinə aid bir qarışıqlıq olmaması üçün belə bir şey, bir-iki şey daha yazmaq istəyirəm. Deməli, elə bayaq yazdığım formaya uyğun x-in, məsələn, deyək ki, kök altında mənfi x-in kubu. Baxın, bu şəkildə bir şey verilibsə, buradan siz avtomatik düşünürsünüz ki, x sıfırdan böyük bərabər olan bir şeydir. Çünki əgər x mənfidirsə və üzəri tək dərəcədəndirsə, bu da mənfi olacaq. Qarşıdakı mənfi 1-ə vuracaq, müsbət olacaq. Burada dediyim kimi, heç nə yazılmırsa, 2 olduğunu biz unutmuruq. Burada 2 var. 2 cüt ədəd olduğuna görə bu kökün altında yazılıbsa, mənası olması üçün bura müsbət ədəd olmalıdır. Bu formadadırsa, x müsbət ədəddirsə, x mənfi ədəddirsə, heç bir problem yoxdur. 3-cü dərəcədən qüvvətə yüksəldəndə yenə mənfi olacaq. Qarşısındakı mənfi 1-ə vurulduqda isə artıq müsbət olacaq. Bu formada çıxmış olacaq. Əgər qarşımıza belə bir misal çıxarsa, biz heç tərəddüd eləmədən x-in mənfi bir ədəd olduğunu asanlıqla deyə bilərik. Yəni, heç tərəddüdə falan ehtiyac yoxdur. Əgər qeyd eləmək istədiyim x mənfi ədəddirsə, x kiçikdir 0-dan. Kök altında yenə ikinci dərəcədən yazıram. Kök altında, bura çox da lazım deyil, y yazıb, y-imiz artıq olsun müsbət ədəd, y-i müsbət qeyd eləyim hələlik. Baxın, burada vurğu kök işarəsi daxilinə salmaq lazımdırsa, x içəri gedərkən mənfini kök işarəsinin qarşısında buraxır. Burada 2 olduğu üçün x-in kvadratı vurulsun y şəklində çıxmış olacaq. Yəni, mənfisini buraxır çölə, əgər mənfi ədəddirsə, mənfini çöldə buraxır.
özü kvadrata yüksəlib müsbət olub, o şəkildə kök işarəsi daxilinə gedir. Bunu da unutmuruq. Bundan sonra gözlətdiyimiz o misalın, daha doğrusu o xəstənin izahını verə bilərəm, o xəstəni qeyd edə bilərəm. Sizin qarşınıza nömrə yadımdan çıxdı, nömrəsi yazıram. Bu formada n-ci dərəcədən x, yenə n-ci dərəcədən x, n-ci dərəcədən x və s. Bu sonsuzluğa qədər davam eləyən belə bir ifadə olarsa, siz burada gözünüz qorxmasın, heç düşünmədən, tərəddüd eləmədən bunu olduğu kimi yazırsınız. Baxın, burada heç nə görünmədiyi halda bilirik ki, vurmadır. X vurulsun n-ci dərəcədən kök x və s. Bu formada gedirsə, siz bunu üzərini bir vahid azaldaraq, yəni kökün dərəcəsini bir vahid azaldaraq kök altında x şəklində yaza bilərsiniz. Tutalım ki, 5-ci dərəcədən kök 2 vurulsun 5-ci dərəcədən kök 2, yenə vurulsun 5-ci dərəcədən kök 2 və s. bu sonsuza qədər davam eləyirsə, siz bunu 4-cü dərəcədən kök 2 şəklində kök işarəsinin altından çıxarda bilərsiniz. Əgər bölmə olarsa, bir vahid artacaq. Məsələn, n-ci dərəcədən kök altda x bölünsün n-ci dərəcədən kök altda x bölünsün n-ci dərəcədən kök altda x və s. Sonsuzluğa qədər davam edirsə, bu zaman n plus 1-ci dərəcədən kök altında x şəklində yazıb çıxarda bilərsiniz. Bir də bunu qeyd edeyim. Tutalım ki, verilib bizə nə? Kök altında 30, üzərinə gəlinsin kök altında 30, üzərinə gəlinsin kök altında 30 şəklində ifadə verilibsə. Baxın, artıq bayaq biz vurma bölməni göstərdik. Bu səfər toplama və çıxma üzərindən gedəcəm. Baxın, 30 hansı iki ardıcıl natural ədədin hasili kimi göstərilə bilər? 5 və 6-nın. Əgər toplamadırsa, biz bunun cavabının 6 olduğunu deyirik. Yox, əgər çıxmadırsa, tutalım ki, 30 çıxılsın, 30 çıxılsın, 30 və s. Bu formada davam eləyən bir şeydirsə, bir ardıcıllıqdırsa, bu zaman biz kiçik olanı 5 vurulsun 6 deyil, bu səfər biz bunun cavabını 5 şəklində götürə bilərik. Bunun izahını, çıxarılışını daha doğrusu dərsdə suallar üzərində işləyərkən daha dərindən verəcəm. Hal-hazırda hələlik bunları qeyd eləmək kifayətdir deyə düşünürəm. Gələk biraz da n-ci dərəcədən kökün müqayisəsindən danışaq. Tutalım ki, müəyyən bir A ədədi verilmiş olsun. Bu A ədədinə mən 5 deyirəm. Bu formada dəyişənlərlə göstərəndə qavramaq sizin üçün biraz çətin olur. Ona görə A-nın 5 olduğunu deyirəm. Tutalım ki, müəyyən bir M kiçikdir N, kiçikdir K ədədləri verilmişdir. Kök altında tutalım ki, M-ci dərəcədən kök altında 5. Ondan sonra verilib N-ci dərəcədən kök 5. Daha sonra K-cı dərəcədən kök 5 verilmiş olsun. Baxın, M ən kiçik olduğuna görə biz bunu 5 üstü 1 bölünsün M yaza bilərikmi? Gəlin elə M-ə də qiymətlər verək. Bura olsun 3, 4, 5. Yəni 5-in üstü 3-də 1, 5-in üstü 4-də 1, 5-in üstü 5-də 1. Baxın, əsaslar eynidir. Əsaslar eynidirsə, siz baxacaqsınız qüvvətə. Normalda kəsri necə müqayisə edirik? Demişik ki, sürətlər bərabər olduğu halda məxrəci böyük olan böyükdür. Baxın, aşağısı eynidirsə, daha çox qüvvət kimin üzərindəsə, məsələn, 5-in kvadratı ilə 5-in kubunu müqayisə elədikdə 5-in kubu necə böyük gəlirsə, bu da yenə eyni şeydir. 5 üstü 3-də 1 daha böyük olacaq. Niyə? 3-də 1 4-də 1-dən böyükdür. Yəni 5-in üstü 3-də 1 daha böyük olacaq. Eyni şey 5 üstü 4-də 1 ilə 5 üstü 5-də 1 arasında da keçərlidir. Əgər burada bizim A-mız, baxın, 1-dən böyük bir ədəd olarsa, yəni əgər 1 olarsa, onsuz da üstün çox da önəmi yoxdur. 1-in üstünə neçə yazırsansa, yaz, cavab yenə 1 olacağı üçün A 1 olarsa, hamısı bir-birinə bərabərdir. 1-dən böyük olarsa, n-ci dərəcədən kök, yəni bu şəkildədirsə, kiçik olan böyük olur.
Əgər A 0 ilə 1-in arasındadırsa, burada ağ yer tapdım, elə buradan yazdım. 0 ilə 1 arasındadırsa, məsələn 0,1 deyirəm. Bu səfər əvvəlcə sizə natural ədədlər üzərində göstərmək istəyirəm, sonra keçəcəm onluq kəsrli şəklində ifadələrə, kəsr üslü qüvvətlər şəklində ifadələrə. 0,1-in üzərində 2, 0,1 elədik. 0,1-in üzəri 3, 0,1 elədik. Aşkardır, düzdürmü? Baxın, bu formada getdikcə qüvvət nə qədər artırsa, o qədər kiçilir. Görürsünüz bunu. Buradan da aşkar olur ki, əgər A 1 ilə 0 arasında bir qiymət alırsa, yəni 0-dan böyük, 1-dən kiçik bir qiymət alırsa, yenə bayaqki kimi m kiçikdir n, o da kiçikdir k şəklində bir ifadə olarsa, x üstü m-ci dərəcədən a, n-ci dərəcədən a və k-cı dərəcədən a şəklində verilərsə, baxın, bayaq nə dedik? N-ci dərəcədən kökü ən kiçik olan ən böyük idi. Digər halda, yəni natural ədəd olduğu halda. Birdən böyük olduğu halda daha doğrusu. Burada isə üstü kiçik olan kiçik olacaq. Yəni, gəlin elə yazım. 0,1-in üstü m olsun bayaqki kimi 3-də 1, 0,1-in üstü 4-də 1 və 0,1-in üstü 5-də 1 şəklində yazsaq, baxın bu formada üstü ən kiçik olan ən böyük olacaq. Az əvvəl yazdığım misal kimi. Ən kiçik olan ən böyük olacaq. Yəni bunu da bu formada göstərə bilərik. Bundan əlavə bayaq dərsin içərisində qeyd elədim müqayisəni. Yenə təkrar üçün ya da salma üçün deyirəm. Əgər dərəcələri bərabərdirsə, kökün dərəcələri daha doğrusu bərabərdirsə, məsələn 5-ci dərəcədən 6, 5-ci dərəcədən 7, yenə 5-ci dərəcədən 8 deyirəm. Yəni göz önündə asanlıqla olsun deyə. Baxın, kökün dərəcələri bərabərdirsə, kök altındakı ədəd hansı böyükdürsə, həmin ədəd də böyük olacaq. Yəni böyük ədədin kökü də böyük olacaq. Fərqlidirsə, məsələn bayaq yazdığım elə 2-ci dərəcədən 5 və 3-cü dərəcədən kök 5 kimi. Biz əvvəlcə kökün dərəcələrini bərabərləşdirməliyik. 2 ilə 3-ü əköb taparaq. Bu da olacaq 5-in deməli kubu 125, 6-cı dərəcədən kök 125, bura olacaq 6-cı dərəcədən kök 25. 125 daha böyük olduğu üçün bu daha böyük olmuş olacaq. Yəni bunu belə hesablamadan da bu formada yaza bilərsiniz. Məsələn, 5-in üstü 2-də 1-dir bu. Bu da 5-in üstü 3-də 1-dir. Dedik ki, hansının qüvvəti böyükdürsə, o böyükdür. Yəni, bu formada da yaza bilərsiniz. Əgər bu çətinlik törədirsə sizə, bu sizə qarışıq, mürəkkəb formada gəlirsə, bununla yaza bilərsiniz. Səhifə nömrəsi üzərinə düşüb, amma yenə də görünür. Bundan əlavə kvadrat köklər mövzusunda bizim ehtiyac duyacağımız üsullardan, yəni qarşımıza çıxacaq misal nümunələrindən məxrəcin irrasionallıqdan azad edilməsi var. Tutalım ki, bu formada bir şeydir. Bir misalda desin x bölünsün kök altında 2 bölünsün kök altında 3. Deyir məxrəci irrasionallıqdan azad edin. Əvvəlcə sadələrdən gedək, daha sonra mürəkkəb formasını göstərəcəm. Baxın, bu kök altında 3-dür, düzdürmü? Əgər kök altında 3-ün kvadratı olsaydı nə gözəl olardı? Köklə qüvvət, kökün dərəcəsi ilə qüvvətin dərəcəsi ixtisar olardı. Kök elə 3 çıxardı. Məxrəc də irrasionallıqdan azad olmuş olardı. Aha, biz belə bir şey düşünürük və daha sonra mənim də ağlıma belə bir şey gəlir ki, biz kəsrin əsas xassəsini qeyd edəndə demişdik ki, kəsrin surət və məxrəcini eyni ədədə vursam və bölsəm qiymət dəyişmir. Yəni 3-lər buradan gedəcək, yenə cavab eyni qalacaq. Bunu kəsrləri keçərkən demişdik. Deməli nə gözəl, 2 dənə qayda bir-birinə kömək oldu və mənim işimi asanlaşdırdı. Aşağını vururam, kök 3-ü kök 3-ə vurdum. 3 çıxdı. 2 vurulsun kök altda 3 şəklində də bunu belə saxlaya bilərəm. Mənim surətlə bir işim yoxdur ki, məndən istədiyi məxrəcin irrasionallıqdan azad edilməsidir və mənim məxrəcim artıq rasional bir ədəd olmuş oldu. Deməli, bunu bu formada yaza bilərik. Və yaxud da belə bir şey verilsə ki, bizə
Yenə 2 yazıram sürətə. 2 bölünsün, kök altda 3 çıxılsın 1 deyirəm. Və deyir ki, bunun məxrəcini irrasionallıqdan azad eləmək lazımdır. Nə edəcəm? Bu səfər müxtəsər vurma düsturundakı a kvadrat çıxılsın b kvadrata gedir ağlım ki, bu kvadrat olsaydı nə gözəl olardı. İxtisar olacaqdı. Kvadrat olsaydı gözəl olardısa, mən gətirib bunu kvadrat olacaq hala gətirirəm. Kök altda 3 üzərinə gəlinsin 1-ə vururam. Mən bunun surətini də vursam, kəsrimin qiyməti dəyişməyəcək. Forması dəyişsin. Məndən də onsuz da formasının dəyişdirilməsini istəyir. Kök altda 3 üstə gəlinsin 1-ə. Həm surət, həm də ki, məxrəci vururam. Bu formada məxrəcdəki olan bu kök altda 3 çıxılsın 1, kök altda 3 üstə gəlinsin 1-ə qoşma ədədlər deyilir. Məxrəcin qoşmasına vurdum və böldüm. Deməli, nə edəcək? Aşağını vururam, kök 3-ün kvadratı oldu 3. Çıxılsın 1-in kvadratı da zaten 1 eləyəcək. 2 kök altda 3, üzərinə gəlinsin 2. Elə bunu hələlik belə saxlayın bir formasında. İxtisar var, onu indi gördüm. Deməli, 2 vurulsun, kök altda 3 üzərinə gəlinsin 1, bölünsün 3-dən 1-i çıxdım, elədi 2. Bu 2-lər də ixtisar gedəcək. Mənim tək cavabım qalacaq. Yer var imiş. Tək cavabım qalacaq. Kök altda 3 üzərinə gəlinsin 1. Baxın, məxrəcimiz artıq 1 oldu. Yəni yazılmır, amma 1 oldu. Məxrəc irrasionallıqdan azad olmuş oldu. Deməli, məxrəcin irrasionallıqdan azad eləmək üçün 2 dənə yolu göstərmiş oldum. Hal-hazırda birincisi nə idi? Əgər kök altı bir ifadədirsə, məxrəcsə, yəni yanında toplanması, çıxması yoxdursa, sadəcə 1 bölünsün, deyəlim ki, x kök altında x şəklində bir ifadədirsə, mən elə özünə, məxrəcin özünə vurub bölə bilərəm. Olacaq kök altında x bölünsün x. Beləcə də saxlayırsınız. Bizdən istədiyi sadəcə olaraq məxrəcin irrasionallıqdan azad edilməsidirsə, əlavə bir şey yazmağa ehtiyac yoxdur. Bundan əlavə, əgər məxrəcdə toplama çıxma şəklində irrasional bir ədəd varsa, tutam ki, 1 bölünsün, kök altda x üzərinə gəlinsin 1 varsa, biz bunu məxrəcdəki bu ifadənin qoşmasına vurmalıyıq. Nədir qoşması? Kök altda x çıxılsın 1. Həm məxrəci, həm surəti vururam ki, kəsrin qiyməti dəyişməsin, sadəcə forması dəyişsin. Vurub açacam, olacaq kök altı x minus 1, aşağıda da kök altı x-in kvadratı onsuz eləcək, x eləyəcək, 1-in də kvadratı 1. İndi bizim misallarımızda burada x-in müəyyən bir qiyməti olduğu üçün x-dan 1 çıxacam. Cavab nədirsə, o olacaq. Bundan əlavə bir şey daha qeyd eləmək istəyirəm. Tutalım ki, bizə verilsin bu formada bir ifadə. 3 deyirəm. Aşağıda yazıram. 4 çıxılsın 2 kök altında 3. Bu da kökün altında olsun bu formada. Məxrəcin irrasionallıqdan azad edilməsini istəyirsə, burada artıq bizim işimiz biraz daha çətindir. Çətin versiyası ilə işləyirik. Deməli, aşağıya baxıram ki, müəyyən bir ədədin kvadratıdır. Yəni, mən buna kök altda 3 çıxılsın 1-in kvadratı kimi baxa bilərəm. Düzdürmü? Bu formada. Baxın, hələ ki surətə toxunmuram. Məxrəc bu formada bir ifadədir. Bu köklə bu kvadrat getdi. Baxıram ki, kök altda 3-dən 1-dən böyük bir qiymət çıxır. Buna da 1 çıxanda müsbət eləyəcək. Yəni, modula filan ehtiyac yoxdur. Olduğu kimi yazıram. Bölünsün, 3 bölünsün, sürətimiz 3 idi. 3 bölünsün, kök altında 3 çıxılsın 1 halına düşdü. İndi bunu biz azad eləmək üçün yenə qoşmaya vurub böləcəyik. 3 vurulsun, kök 3 plus 1. Burada da bunu kök 3 plus 1-ə vuranda, elə buradan yazıram, kök 3 plus 1. Açılış olacaq, 3 çıxılsın 1. Bu da bu formada sadələşmiş oldu.